halal, ehtiyacından istifadə edən kişiyə isə haramdır. Başa Bak düşdün kulak nə as. demək istəyirəm? O zaman bak diyorum ne danışsan sen. Sana deyirəm ki bir kadın ehtiyacı sebebiyle siğeye gedir. Eğer ihtiyacından onun o ihtiyacıyla o münasebete giren kişi haramdırsa onda böyle bir siğe söhbəti olmur zaten. Farkında sen ne dediğimin sen. Şimdi geldi Yo, ikinci bir siğə mesele. söhbəti oldu. Kulak as. Sen Kulak onu as. Kulak as. görmürsən, orası Kardeş sen kulak as. görmürsən. Kulak Çok as. çok Kulak as. görmürsən. Kulak as. Buyurun. Ben mehrini verip onun da razı olduğu bir kadından siğe 3 saatte siğe eləyə bilərəm mi, eləyəm mi? Konkret cavab ver. Nətər? Ben 3 saatlik bir kadından ihtiyacı olan veya bundan karşılıklı şekilde razılaşan bir adamla siğe eləyə bilərəm yoxsa yox 3 saatlik? Sənin üçün haramdır o. Səbəb? Çünki sən öz ehtiyacını ödəmək üçün öz kefindən Siğe zaten ehtiyac ödemək üçündür da. Siğə, bəs orada mühit söhbəti var axı. Sən evlisənsə, sənin yoldaşın var. Hanı mühit söhbəti? Siğə eləməlisən ki. Hanı mühit söhbəti? Bəs onun açıqlamasında bəs Hanı mühit alimlər söhbəti? verir də. Hanı mühit söhbəti? Hansı alimin Alimlər deyirsən? verir də. Hansı alimin Cir deyir? oxu da, maraqlıdır cir oxu da. Adın nənən? Adın nənən? Cir oxu da adın deyəndə ki, get Əhl-i Beytdən nə qədər belə bilməsin imamlar var ki, bu barədə Adın nənən? Hədis kodun nənən? Pülüyürsən axı. Hamısı eyni şey deyir. Hamısı eyni Hadi, şey hadi, deyir. hadi. Sən Araya. Baba, Kulak as. Kulak as. Kulak as. Görən çox. Kör sən müştəhidlərindir. Kör sən müştəhidlərindir. Kulak as. Valla mən Gör nə deyirəm? müştəhid yoxdur, amma sən çorsan. Hə sən Əhl-i Beyt adı ilə danışan nə qədər sənin İranda, İraqda oturan şeyin varsa, alimin varsa, hamısı Dalbayov və kördür. Var bir etirazın? İranlılarla mən yox, İranlılara nə deyirsən de, mənim İranla nə əlaqam var ki? Mən özümə cavab verirəm. Onda sakit dur. Mən İranla qabaq saçlayacağım ki. İndi qulaq as. Ayəti xəta yalan deyir yoxsa sən? Ayətdə xəta yoxdur. Xəta sənin gözlərindədir ki, sən onu görə bilmirsən. Mənanı dərk eləyə bilmirsən. Başa düşdün nətər? Burada Burada neçə görsən? Burada neçə görsən? Orada əlində görmüsən neçə tutub. Bax burada neçə görürsən? Göz test eləyək də bir dənə. Turist o. İndi neçə tutursan? Ha? 2. Sonra? 1. Arrivederci. Özü saat özü getdi. Leon. Leo buyur hoş geldin sen. Leon. Ay Leo. Leon. Burada aşağıda bu siğə söhbəti ilə haqq qazandıranlar var. Mən belə başa düşdüm ki, sizin öz aranızda yaxınlarınızla, bibiniz qızıyla, bacınızla, dayınız qızıyla sizin kurğunuzun içində yəqin bir siğə transferi var. O ona siğəyə gedir, bu buna siğəyə gedir. Ona görə siğə söhbətində bu qədər rahatsız. Anlayıram, başa düşürəm, sorun deyil. Rıza'yı buyur. Rıza'yı bayağı koşulmuşsun aksan. Ben sadece bir fikir diyeyim sana. Ameliyat tuzu vuru koysan. Burada ne kadar bu Humaret Khomeini'nin taraftarları varsa onu da Allah deyirəm bax, tam samimi deyəcəm. Ya mən nə tutulmaydan qorxuram, nə də ölümdən qorxuram. Yani ben bu dəqiqədə yazsınlar, götürsünlər, ya mən yenə də sözümü demişəm deyəcəm. Yani bir ananın gözün qabağında bir övladı asırsa bu Khomeini'den İraq Humaret. Yani lənətli bir insan diyor, insan da demək olmaz ona. Azim yaşamır ya o katlete döndürdüler. Teşekkürler. Sağ olasın. Bir katlete döndürdüler. Ama yaşayırsa Döndürüblər katlete. 2-3 ay evvel katlete döndürüblər. Sülaləsiyle bir yerde katlete gönderiblər. öz canım sindirəm o kim katlete döndürübsə, həmin insanın anasının əllərini öpür.
Sağ ol, teşekkürler. Herhalde sənə təşəkkür edirəm. Var olasın. King, buyur, xoş gəlmisən. Salam, axşamın xeyir olsun. Axşamın xeyir olsun. Mən bir mövzuya toxunmaq istəyirəm. İlk öncə bu Allah yoxdur mövzusundan başlamaq istəyirəm. Anladım. Siz necə sübut edə bilərsiniz Allah yoxdur? Varlığına dair dəlil yoxdur xəzr. Sizi yaradan kimdir? Valideynlərim. Valideynlərinizi kim yaradıb? Valideynləri. İnsanın mənbəyi hardandır? Tək hüceyrəlilərdən. Tək hüceyrəli deyərkən nəyi nəzərdə tutursan? Prokaryotları. Ay sağ ol. Onları yaradan kimdir? Kimsə yaratmayıb, kimyasal reaksiyadır. Yaxşı, dünyada bu qədər elm inkişaf eləyir, məlum məsələdir. Yəni demək olar ki, burada oturub ayı izləyirlər. Aha. Elə bir alim, elə bir arif varmı ki, hansısa bir canlı yaratsın? Yəni yoxdur ki. Kimdir? Sübut eləyin və nəyi yaradıblar? O qədər. Almanı yaradıblar. Məsəl üçün. Məsəl üçün. Necə? Alman afçarkası. Alman afçarkası. Hə. Əzim, gəlin realdan söhbət eləyək də, olarmı? Real dövlü Alman afçarkası. Yox, sizə belə bir sual verirəm. Siz axirətə və qiyamətə inanmırsınız, belə başa düşdüm. Niyə inanım ki, orada problemli şeylər var? Qorxuram o söhbətdən. Yox, laf gözəl. Yaxşı, sizin inancınız nə idi? Dini bir inancım yoxdur əzizim. Yəni, sitayiş elədiyiniz nə var hal-hazırda? Yəni, Heç bir tam şey, mən olaraq- heç bir şey sitayiş da eləmirəm. Mən insanlara sitayiş eləməyin biz zəruri bir şey olduğunu da eləmirəm. Yox, insan Olmadığını söhbət eləmədik ki, əzizim. İnsan söhbət eləmədik ki. Hə. Yaxşı, deyirsiniz ki, Allah yoxdur. Allah yaxşı. Hə. Allahı görmək olmur, Allahı eşitmək olmur. Düzdürmü? Hə. Ay sağ olun. Bəs yaxşı, havanı görə bilirsiniz. Hə, molekülyar tərkibi var da, onu istəsən görə bilirsən. Havanı gözlə görə bilirsiniz əzizim. Hə də, hava dediyin şey nədir? Oksigendir, azotdur, bunlar Bəli, qazdır da. Bu oksijeni bəlli bir necə molekül var. gözlə? Bax, hal-hazırda sizin əyləşdiyiniz odada hava var, oksigen var. Onu görə bilirsiniz. Bunun atomları var, bunun görüntüləmə cihazları var da. Niyə görmüsən ki? Əzizim, siz real, insanın bəsirət gözünü çıxıram da qardaşım. Acı Onu bəsirət görə gözünə zaddan görmüsən, aparatla görürsən. Əzizim, aparat, bax, mən sizə yenə də söhbət edirəm. Hər bir, bugünkü gün mənə sual versən ki, Allahın varlığını necə sübut eləyərsən? Qardaşım, birincisi küləyi istəsən görə bilirsən, havanı da istəsən görə bilirsən. İkincisi, əzizim, sən küləyin də, havanın da təsirlərini görürsən, təsirlərini görürsən. Əzizim, üzr istəyirəm, bir dəqiqə. Bugünkü gün mənə sual versən ki, Allahın varlığını necə göstərə bilərsən, mən sənə tam dəqiq şəkildə Allahın varlığını sübut eləyərəm, göstərərəm. Bu zəhmət olmasın. Bugünkü gün səni görəndə mən Allahı görürəm. Bugünkü Baboşu gün görəndə kimi cəmiyyəti görürsən? görəndə üzr istəyirəm, onu da Allahı görürəm. Bugünkü Mən gün bax, nə cəmiyyəti niyyətlə görəndə yaradıb ki onu? Mənim qardaşım. donuz nə niyyətlə yaradılıb? Yox, soruşuram da səndən bilmək istəyirəm. Bəs mən də sizə sual verirəm də, donuz nə niyyətlə yaradılıb? Yaradılmayıb axı mənə Hər görə bir- donuz. Hər bir insanın 5 ədəd dünyası var. Yəqin ki Mən bilirsiniz. səndən başqa şey soruşuram, sən fırladırsan. Deyirəm ki, bu cinsi orientasiyası... Arkadaşım, niyə üzr istəyirsən və elə bir davranış göstər ki, üzr istəmək məcburiyyətlə qalmayasın, yaşlı başlı adamsan. Net bir sual var ortada. Üzdən İraqları görəndə Allah yadıma düşürsün. Arkadaşım, bir dinlə də, hə? Neydi sualın? Mən sənin sualına cavab verəcəm. Sualım Sənin neydi? sualı deyirsən ki, Neydi sualın? Deyirsən ki, Sualım baboşu neydi? niyə yaradıb? Baboşu niyə Konkret yaradıb? cavab ver də və nəyə fırlatsın? Yox, konkret cavab olmur axı. Gəlin bir-birimizi dinləyək. Konkret cavab. Biz niyə belə şeylə, aqressiya ilə danışırsınız? Çünki Mən əzizim, sizə rahat idrak danışıram. problemin var sənin. Yox, idrak problemim yoxdur. Mən sizdən səlis və rahat şəkildə danışıram. Hər bir insanın 5 ədəd dünyası var. 1. Nur vəziyyəti, 2. Ana bətni, 3. Hal-hazırda yaşadığımız dünya, 4. Bərzaq, 5. Başqa qiyamət. bir dünyaymış. Üzr istəyirəm. 5 bərzaq. Hər bir insan ruh formasında Allaha söz verir, tövbə edir və qayıdır dünyaya. Niyə? Çünki qiyamətə qədər Allahın və şeytanın, iblisin şansı var.
Və bu qiyamət və şeytanın, bax, diqqətlə dinlə, zəhmət olmasa. Qiyamətdə hətta o məqam gəlib çatacaq ki, şeytan o qədər ah-nalə eləyəcək ki, Allah onu belə bağışlayacaq. Və bu dünyada hər bir Səbirli ol. Sən nağıllarımı dinləməyə oturmamışam mən burada. Danışdığın şey zehnində mi uydurursan, göydən mi düşdü, kitabdan mı oxuyursan, hardan oxuyursansa qaynaq ver, dəlil ver. Hekayə danışma mənə. Yüzlərlə, minlərlə adam var burada istək gözləyən. 5 dənə dünyası var. Əgər söhbət bu dünyadan gedirsə, ana bətni Mozambikdə deyil, ana bətni Marsda deyil ki, bu dünyadadır da. Aç mikrofonu, doğru düzgün dəlil ver. Mənim səsimi bağlayırsınız, əzim. Mən sənə dəlillə, mən geniş miqyaslı söhbət edirəm ki, sənin o olmayan ruhuna yerinsin də bu məsələ. Sənin ruhun yoxdur axı hal-hazırda. Ruhun olsa sən Allahın varlığını qəbul eləməkdən kənarı Allahın varlığını inkar eləməzsən. İslam'a dəvət edirsən. Adəm torpaqdan yaranıb. Biz torpaqdan Moksitara getdi yaranmışıq. bə. Torpağa da qayıdacaq. Torpaqdan yaranmışıq. Moksitara Torpağa getdi da bə. qayıdacaq. Necə? Silius Moksitara getdi bəs Adəmdə niyə var? Nə deməkdir? Bir dənə mən qardaşım bax. Buyur. Tom sen ne var mısın? Akşam geçmişinde neler baş veriyor? Sen geçmişin bu kadar karanlık. Ha? İtiraf edin. Sen yayından sonra sen oturup əməli baş söhbət eləmək lazım. Sen geçmişinden nasıl? Sen ayağı sürüşten olmuşsun. Ha buyur kardeş. Axşamın xeyir. Akşamı xeyir kardeş. Orada Adem dedi, çeviriş ben ne o var ne? dəlilin, yok kardeşim o koy onu dəlilin vereyim. Sonra cemaat diyecek ki, Aha, değil. Dəlilim vereyim. Ki bu İslam'a da ziddi bu arada. Yani Kur'an'a da ziddi. Ya. Bak kardeş, yoldaşlar, güzel insanlar, değerli vətəndaşlar. Bu insan varlığı hikayesinin en önemli ayetlerinden biridir. Cin zad yoktur burada. Gelip pülə diyor. Ey insanlar, sizi tek bir şəxsdən, Adəmdən xəlq edən, ondan zövcəsini yaradan, onlardan da bir çox kişi və qadınlar törədən. Hepinizdən qorxun. Yok bir su pərisindən çoxaltdı. Yani o cin teması İslam'ın özünə də ziddi. Buyur əzizim, xoş gəlmişsən tekrar. Buyur. Axşamın xeyir bir daha. Akşamın xeyir. Çeviç, bunu demək istirdim sənə. Mən sənin fikirlərindən tamamilə razıyam. Amma bir Bir dənə dəqiqə sualım özür var. istəyirəm. Ay kişi, sən Allaha inanmırsan, amma Allahın kitabından mənə dəlil gətirirsən. Sən gör nə qədər Bir bədbəxtsən. anda Əhl-i Beyt aşıqı deyanda Qardaş, Allaha inanmayan insan Allahın kitabından mənə dəlil sən gətirir. Allahın səhv eləyib ya yox. Sən necə? Sən Allahın səhv eləyib ya yox. Dostum gel. Mənim Allahım səhv eləyib. Vüsal gel sabırlı ol. İstəyirəm. Ay Vüsal, sağ ol, Seviş, sağ ol, sən sağ ol. zan- Rica ederim olmaz ya Başa böyle düşürəm serbest sən ol. yayımındır. King. Ay King. Aha, Sen bəli, ol da bəli, kardeşim. biliyorum. Mən baxay kardeşim. Evet. Sen Allah deyəndə, Kur'an haricinde, İslam haricinde bir Allah'tan danışsan, Zevs'ten zattan danışsan. Allah deyəndə Allah bütün bəşəriyyətin Allahıdır. Nə əlaqəsi var? Onda mən bir dənə tanıtda vallah. Amma Kur'an'a girmə ha. Kur'an'a girsən səndən Kur'an'a girəcəksən. Yo, mən sənə Qurandan söhbət elədim. Sən Allaha inanmırsan. Amma Allahın yer üzünə Kişi, indirdiyi kitablardan mənə dəlil Bax, gətirirsən. mən bax, qulaq as. Sən pülüyürsən. Denən Bəli, niyə? bəli. Sən deyirsən ki, cinlərlə, Allah dedi ki, cinlərlə. Mənə cin teması ilə bağlı ayət göstər. Varındı mı? Yaxşı, qulaq as. Mənim sualıma cavab ver. Adəm peyğəmbərin neçə övladı olub? Aki, Maidə surəsində yazılan, Maidə Adəm peyğəmbər Quranı qoy qırağa. Sən İki dənə Qurana oğlu inanmayan, olub. Qurana inanmayan. Kur'an'a inanmıram zaten. Ay, Kur'an'a Sen inanmırsan, sen açı. Kur'an'ı koy qırağa. Adem Kur'an'ı koy qırağa Quranı qoy koyuyor. da qırağa. Sən Koyam qırağa. özündən Qırağa koya. danışırsan. Qırağa koya. Sual Qırağa verirəm. koya. Sadə Diyen bəsit. kulak abi kulak Sadə astı. bəsit. Adem'i qırağa koya. Peyğəmbərin neçə övladı olub? Neçə Adem övladı? peygamber diye biri yoktu. Adəmin neçə övladı olub? Adem diye biri de yoktu. Sənin ulu baban kimdir? Nədən əmələ gəlmisən? Babasından.
Sən nədən əmələ gəlmisən? Mən valideynlərimdən. Valideynlərin kökü hara gəlib çıxır? Prokaryatlara. Prokalyat nədir? Nə sənsən? Sən harda yaşayırsan? Sən nədən danışırsan? Neyvə lazımdır orada yaşayıram? Sualıma cavab ver. Buran yoxsa adam da yoxdur. Sən nə danışırsan? Alırsan bura 2-3 dənə. Açık demedin Kur'an'ı koy qırağa. Demedin Kur'an'ı koy qırağa. Mən də sənə sual verirəm. Adəmin neçə övladı olur? Adam diye birisi yoktu dünyada. İndi yoxdur da. Heç vaxt olmayıb. Və kim olubdur? Subut elə ki olub. Mən bilmirəm də sən burada alıbsan. Subut elə ki adam var olub. Danışırsan, mikrofonu ələ alıb danışırsan. Subut elə ki adam diye birisi olub. Zatını danan insan olmaz. Səni qınamıram. Sənin ruhun yoxdur bu dəqiqə. Sən Deyirəm ki subut elə. At oğrusu. Təhqirə keçmə. Mən də sənə subut edirəm. At oğrusu sənsən. Mən də sənə deyirəm ki, Şəbzül. Sıxsan kimi niyə şey eləyirsin, təhqirə keçirsin? Buyur abi sağ ol. Bunların Kur'an'ı huyunda koy belə. qırağa ama Adem'den danışaq. Kur'an'dan başka Adem var. Buyur. Aydındır. Sadəcə mən demək istirdim ki, bu 65 milyon il bundan qabaq. Qəbul eləmirəm. Yox, aydındır. Sadəcə tarix var da. Onlar bu tarixi də qəbul Bunlar eləmirlər. nə qədər olmasa da minimum 200 milyon, 260 milyon il, 230-260 milyon il. Yəni ömür sürüblər də yer kürəsində. Hə. Sadəcə mən hardasa bir 8 aydır səni izləyirəm. O barədə bir din adamına sualımı görməmişəm ki, bəs o Allahın səhvi idi ya yox? Vermişəm o sualı amma ona uyğun oponent yoxdur elə ki. Başka bir şey var qardaş. Buradakı şeydir. Başka bir şey var. Bu 2 gündür məni maraqlandıran bu printer təmiri var aşağıda. Cırır dağıdır özünü, sən onu qoşmursan. Hani printer Bilmirəm o kimdir, amma Qardaş, printer təmiri var 2 ay gündür. printer təmiri. Bir dənə şey elə də sən. İptal ilə təzədən istəyat qoşacağam. Görə printer təmir eləyə bilərsən. Özün necəsən, Başka bir şey yok. yaxşısan? Sağ olasın. Təşəkkür edirəm. Bu uşağıma da sən yayımı hələ yaşı indi tamam olur 16-nı. Bir yerdə qulaq asırıq sənə. Olmaz eləmə. Din ya da dinsizlik propagandasına məruz qalınmalıdır 18-dən aşağı. Sadəcə istəyərdim ki, mən hardasa 8 aydır görmürəm o tema ilə bağlı. Yəni onların məhv olması Allahın səhvi idi ya yox. Yaxşı əzizim. Və yaxud da boşluq olanda bir dənə öz fikrimi öyrənə bilərdim onu. Teşekkürler. Sağ olasın. Sağ ol. Həşimov buyur, xoş gəlmisən. Salam, axşamınız xeyir olsun. Axşamı xeyir. Necəsiz? Çox sağ ol, sən necəsən? Sağ olun, var olun. İlk öncə sizdən və izləyicilərimizdən xahiş edirəm ki, insanlıq xarakteri olaraq. Burada bəzi suallar var ki, mən düşündürəm, sizlərə ünvanlayacağam. Və orada mənfi fikirlər bildirməsinlər. Yəni insanlıq naminə deyək də, dini qoyuruq kənara. Siz Olur mu? dindarsınızmı bəy? Yox, Yəni bir dini inancınız var da. var bəli. Əhl-i sünnəsiz şiə. Sünnəyəm, özüm də qəbələliyəm, ləzgiyəm. Nə gözəl. Oy. Bəli. Bax burada bu gərək deməyəzdin. Yox, onu deməyim. Yəni Deməzdin. milliyyət olaraq. Deməməliydin. Yox, qəbələ olduğu deməməliydin. Niyə bilirsən? Aha. Mən Səhih Buxari 25-42 nömrəli hədisi nətə göstərəcəm bəs. Göstərəməyəcəm. Yox, mən başa düşdüm. Yəni mən yenə də vurğulayıram. Siz mənə Mən indi Buxarinin 60-42 nömrəli hədisini nətə göstərəcəm qardaş. Üzr istəyirəm, bir dəqiqə zəhmət olmasa, olarmı ki, mən bir dənə fikrimi izah eləyim, axıra yetim. Buyur. Mən sizi izləyirəm, paylaşımlarınızda var, sonra video qeydlərinizdə var ki, baxıram orada düzdür, müəyyən suallar var ki, siz doğurursunuz, ortaya çıxardırsınız İslami dindən, dinin hansı yerdə, hansı nöqtədə nəyə yazmasa, sonra digər ayədə onun
əksinə deyək ki, müəyyən məsəl üçün qərarlar var ki, onları üzə çıxardırsınız. Müəyyənləri sizə cavab verə bilir və digərləri cavab verə bilmir. Cavab verməməyinin də səbəbi bəli, sizin kimi dini tam bilməməsi, Allahın nazil etdiyi Qurani-Kərimin tam vərəqləməməsi, oxumamasıdır. Yəni bunu qoyaq bir kənara. Yəni sözün açığı mən də yəni hal-hazırda Allahın nazil etdiyi Qurani-Kərimi tam vərəqləyib axıra qədər yəni oxumamışam, bilmirəm. Burada yəni qəbahət bir şey yoxdur. Düzdür, əslində müsəlmanam. Düz dinim İslamdır, Allaha da ibadət edirəm. Söhbəti yox. Amma ki, yəni bunu oxumaq vacibdir. Vacib amillərdən biridir. İslam dinində. Və sizə bir sualım var. Əgər icazə verirsinizsə, sualı sizə ünvanlayım. Olar mı? Əlbəttə. Çevik bəy, bununla dəfələrləndir, yəni mən bu videolarda da, sizin paylaşımlarda rast gəlirəm, digər paylaşımlarda rast gəlirəm. Elə ancaq inkar edirsiniz ki, yəni Allah yoxdur, düzdür? Deyirsiniz ki, insanı da Allah yaratmadı. Allahdan gələn, nazil olunan Qurani-Kərimi də imtina edirsiniz da, yəni qəbul etmirsiniz. Hə, qəbul etmirsiniz. Sizin və yaxud da digər bir insanın dünyası dəyişdikdə, yəni dünyanı dəyişdi bir insan, onu torpağa dəfn etməyində Qurani-Kərimdə qeyd olunub, düzdür ya yox? Torpaqdan gəlmisiniz, torpağa dönəcəksiniz. Qurana görə bastırmırıq axı biz. Bəs nəyə görə? Nəyə görə? Nəyə görə torpağa? İslamdan qabaq cəmaət küçəyə tullayır, dəyəcəm elə üçün. Qardaş, İslamdan qabaq yaşamısan, bilirsən. Tarix var əlimizdə, antropologiya var, dəlillər var, geologiya var. Nə danışsın? Mən bugünkü gündə mənim kimi 100 dənə oğlan çıxıb bura tarixi sənə danışır, sən deyirsən ki, orada olmusan. Qəbələnin hansı tərəfindəsin sən görə? Qəbələnin hansı tərəfindəsin? Mən Qəbələnin sentrindən. Nə gözəl. Aşağı tərəf var ya, aeroportdan aşağı, Acalının aşağısı. Bəli. Orada Miskincəli qəbirstanlığı var, orada qəbirlər var ki, 2000 il tarixi var. 1500 il tarixi var. İslam Mən başa düşürəm. Siz onu mən, yəni bir qardaş kimi, yəni sözüm belə nitol çıxmasın. Naprimer gətirə bilməzsiniz. Halbuki Qəbələnin ən gətirə bilərəm. Tarix diyarlarında mən olmuşam. Hamısını yaxşı da bilirəm. Olmadığı demirəm, mən sənə. Qalan bəli. Aha, buyur. Xristian məzarları var ki, 1500 il, 1300 il, 1400 il tarixi var. İslamdan qabaq da cəmaət məzar qazırdı, dəfn eləyirdi axı. Bu çox gülməli bir fikirdir ki, İslamla gəldi bu. Qardaş, bugünkü gündə sənə ta əvvəli izah edə bilmirlər, amma sən deyirsən ki, İslamdan qabaq da insanı dəfn edirdilər. Halbuki əvvəlki vaxtı, əvvəlki tarixi izah edə bilmirlərsə, peyğəmbərin tarixini, həyat hekayəsini və savaşlarını nəyə əsasən təqdim edirsən? Yenə başlamayaq da, səndən öncəki də üzr istəyirəm deyə heç bir suala cavab vermədi. Yox. Əgər tarixi dində sonra, dindəki biləsən nəyə cavab verməlisən? Gözəl insan. Buyur. İslamdan öncəki tarix sənin üçün qəbuldursa ya da İslamdan öncəki tarixi boş hesab edirsənsə, sən nəyə əsasən və hansı dəlil mexanizmasına əsasən peyğəmbərin həyatı, savaşları, onun xanımları və s. kimi mövzuları qəbul edirsən? Bu da bir tarixdir axı. Mən sənin dediyini gözəl anladım və istəyirəm ki, əmən nöqteyi nəzəriyyən mən sənə sual ünvan, düzdür, deyəsən ki, sualla cavab verməzlər, düzdür. Sən sual ünvanladın, mən cavablamaya çalışdım. Amma ilk öncə mənim sualım qaldı kənarda ki, dində yazılıb, sən onu rədd edə bilərsən. Sən Qurani-Kərimə inanmırsansa, bugünkü gündə də sən və yaxud da başqa bir insanın torpağa dəfn olunmağını, düzdür ya, yox. Qardaş, inanmırsan da, çünki orada yazılıbdır o. Ay qardaş, İslamdan öncə də cəmaət məzar qazırdı, qəbir düzəldirdi. Qurban səhər, sübutun var ona dair. Gəl bura ki, bir dəqiqə gözlə. İzzət ki, buradasan sən. İzzət kimdən istiyatda yayın? Tək adam hesabı buradadır. Mən təkrar vurguladım ki, burada hafta izləyicilərlə,
diqqətinə çatdır ki, olmaz. Artıq əsil nəsə yazmaq olmaz. Hər kəsi burada qeyd edib bir-bir taparam. Əzim, birincisi mən hər kəsin məsuliyyətini daşımıram. İkincisi, çatda 50 dəfə demişəm ki, kimsə İzləyicilər qulaq as, sənin təhqir olmasın. Üçüncüsü, əgər sən qeyri-adi bir rey ilə qarşılaşmaq istəmirsənsə, rəzalət dəyərində arqument qoymazlar ortaya. Mənə bir dənə izah eləyə bilərsən ki, İsa çarmıxa çəkiləndən sonra həvarilərin ətrafındakı insanlar, yəni rahiblər, katedral rəhbərləri, məzarları durur hamısının 1800 illik, 1700 illik məzarlar hal-hazırda da Avropada durur. Normal qaydada dəfn olunublar. Bəli. Bəs nə hardan gəldi? Həşimov, İslamdan gəlirdi sadəcə bu. Gözəl insan. Qardaş, İslamdan yox, niyə buddistlər yandırır, buraxır gölə, kül kimi. Çünki onlar Hardan bilirsən? Quran Qardaş bilirəm də, nətər bilmirəm. İslamdan öncə kimsə dəfn eləmirdi insan məzarları. Məzar yox idi. Bax tək adam qardaş İslamdan öncə yaşayıbdı. Sən İslam dövründə yaşamısan ki, bilirsən peyğəmbərin həyatını. Bax ki mən bugünkü gündə yaşayıram da İslam dövründə. Bugünkü gündə yaşayırsan, İslam olmayan topluluqlar qəbir qazmır. Nə danışırsan? Qardaş qazır həm gigiyenik qaydadan xəstəliklər çoxalmasın, taunlar, vəbalar çox. Mən başa düşürəm səni. Mənim sualım odur ki, sən Qurani-Kərimdə yazılanları inkar edirsənsə, deyirsən ki, o insan Yazılar, gözəl insan. Sən dostum zəka səviyyəndə biraz problem var. Yerlisən deyə ehtiyac yoxdur. Cidden yerlisən deyə çox ehtiyac yoxdur. İdrak səviyyəndə ciddi problemlər var. Mən özüm cavab vermədim. Sənə şey çağırdım, İzzət ki, dedim ki, heç olmasa o cavab versin, bəlkə sən də dank eləyə. Ay İzzət ki, Yox, indi bəli, bəli. nətərsən, özün yaxşısanmı? İsa səni kutsasın. Çox sağ ol, var ol. Mən də sənə xeyir. İsa'nın mərhəməti üzərinə olsun. Deməli, Sevik qardaş, 2 dəqiqə vaxt verərsən mənə. Vaxt verməyə, amma xristian propagandası aparmayacaqsınsa. Mən hələ nə danışacağımı Əvvəlcədən sən xəbərdar edirəm də, burada xristianlıq propagandası aparma. baş üstə, baş üstə. Amma inancım İsa Məsihdir da. Bunu bu pəncərədən baxdığımı söyləməliyəm də hər şeyə. Dişlərə nə olub? Deməli biz protest da məndədir. Taxta yerinə də bu formada danışmazlar. Hə, üzürlü hesab eləyin, hər kəsdən üzür. Hə. Deməli təkrar bir də salamlayıram hər kəsi. İndi o qardaş danışır, özü nə istəyir danışa bilər, istər ateist, istər müsəlman. Ateist yoxdur deyir, bunun üzərindən mən ateistlə durub mübahisəyə girişən deyiləm. Yoxdur deyir, desin də. Əgər o Tanrı, o yoxdur dediyi mənlə ünsiyyəti varsa, bu sözün mənə qədər təsiri ola bilər. Ona görə yaxşıya görə mən səni də dəvət eləyirəm, xeyir dua diləyirəm hər kəsə. Mən başqa nə danışa bilərəm ki? Mən başqa nə danışım ki? Niyə xeyir dua danışana az qulaq asmaq istəyirsən? Sevik əfəndi qardaşım, gözəl insan, hə? Mən qardaşım, birincisi sənə qulaq asmağa ehtiyac yoxdur. Bir xeyir dua istəsəm ya da elə bir şey inansam, açaram İncili oxuyaram ya da Katolik kilsəsindən aldığım ilahilər alıb oxuyaram. Anladın? Yo, vacibdir insanın bir-birinə xeyir dua verməsi, vacibdir. Vacibdir, mən də sənə ateist xeyir duası verirəm də. Ateistin xeyir duası yoxdur da axı. Orada nə xeyir? Yoxdur ki, var, sən kim deyir yoxdur? Yox dostum. Allahın varlığı yanı sən nə qədər müqəddəs materiya səni qorusun. Təşəkkürlər. Yalnız xoş münasibətlə Tanrını tanıtmaq olar. Pislik eləyərək yaxşını tanıtmaq mümkün deyil. Müsəlman bacı qardaşlar. Bunu da sizə eşitdirmiş olum. İnsanları sevərək Tanrının xüsusiyyətini tanıdım. Yoxsa söymək, təhqir eləmək Tanrıya aid bir hesab kitab deyil. O həqiqi iman olmur. Özünüz bilərsiniz, məndən deməkdir. Özünüzü Allahdır. Səni kutsuyuram İzzət kişi. In nomine Patris et Sancti Filii Spiritus. Təşəkkürlər. Minnətdaram. Amma daha çağırsın da gəlmərəm. Niyə ki? Nə vardım ki, ben kutsadım da sən? Ne bir söz dedim ya ben buna. İtay hoş geldin, sen necəsən? Hoş gördük. İstəyirsən Bəyək qardaş deyirdi ki, İslam gələndən sonra bu bastırmaqsa. Deyən istəyirsə Davudun
Davud kralın çeyini qəbirstanın şəklini çəkim atım ona. Aa, heç ehtiyac yoxdur. Ona Qəbələdə doludur şeylərlə. 1000 illik, 2000 illik məzarlarla İran doludur Qəbələ. Qəbələ tarix diyarşünası muzeyi doludur şeylərlə, o eksponatlarla. Danışır da öz üçün. Bircə onu deyirəm ki, indiyə qədər nə qədər canlı yayınına baxıram. Bugünkü günü bu gələn insanlara qədər olmamışdı. Yəni böyle interesli suallar, interesli danışıqlar. Elə bir cəmaət davaya gəlir, evindən çıxıb davaya gəlir. Nə bilim Ayça, belədir də. Özün necə səni yaxşısan? Teşekkürler. Yaxşıyam, Çok şükür uzaklaşma Allah, biraz da. başım işe ya olsa bir məsələ dəstək ola bilməyəcəm 15-dən sonra. Canın sağ olsun. Şeyde Mossad'daki polkovniklere dediler derhal maaşımızı versin. Yoksa hizmeti dayandıracağız. Yoksa Eyvallah, hizmeti dayandıracağız. o günlər bizə dedim, işçilərdir, zətlərdir, ondan pulunu verdim. Mən pulumu biraz geyişdirdilər. Ona görə Mesajımızı çatdıra bilərsən. hara deyirsən, buyur. Rica edirəm Şimbet'e mesajımızı çatdır, denən maaşlarımızı versin. Yaxşı. Teşekkürler. Sən təkcə Şimbet demədin, hə? Şimbet K denən. Yo, şimdi ben niye ifşa alırsan ki sen olmadı ki böyle. Yani ben böyle birim diyeyim antiterör dairesi falan peşmaçan diye. Olmadı ki. Heç nə qardaşım, uğurlu yayınlar olsun. Oldu. Sağ olasın. Teşekkürler. Rahim kardeş buyur hoş gelmişsin. Salam Çevik, axşamın xeyir olsun. Axşamın Mən Cəmi bir dəqiqə vaxtınızı alacağım. Hoş Həm də biz yerliyirik. Mən hələ balaca Sən də uşaq olanda yerlisən? yadımdadır. Bəli, Qəbələdən. Mən Bu yadıma gün Qəbələlər gəlir ki, gündə Qəbələdə, ha buyur azım. bəli. Qəbələdə bir mərkəzdə məscid var idi, o muzey idi. Yuxarı məhəllədə bir məscid var idi, o kino teatr idi. Və belə desək, baxmayaq ki, Sovet vaxtı ateizm mövcud idi. Amma düzlük, saflıq, hər bir şey indikindən qat-qat, bəlkə də yüzlərlə dəfə üstün idi. Sadəcə bunu demək istəyirəm. Baxmayaraq ki, məscidin yerinə bir muzey idi. Mərkəzdə olan məscid yadınıza gəlir. Kənd başında olan məscid kinoteatr idi və insanlarda saflıq, düzlük indikindən qat-qat üstün idi. Sağ olun, gecəniz xeyir. Teşekkürler azım olsun. Çok sağ ol. Karol buyur hoş gelmişsin. Arkeolog kim diye arkeolog var aşağıda. Karol buyur hoş gelmişsin. Ay Karol kardeş. Buyur hoş gelmişsin. Məlkim. Salam aleyküm, axşam olsun. Belə deyim də, indi deyirsiniz ki, Allah yoxdur. Düzdür. Ha elə deyirəm. Bir dəqiqə gözləyə bilərsən dostum, bir arxeolog kimdirsə bu qardaş arxeologdur deyir. Axşamın xeyir qardaş. Axşamın xeyir. Bakı Ceyhan neft kəməri çəkiləndə mən arxeoloq işləmişəm orada 2003-2004-cü illərdə. Azərbaycanda Aksafada Böyükəsik kəndində eramızdan əvvəl 4000-ci ilin qəbirləri çıxıb. Tozda, Tozsayda Tunc dövrünün qəbirləri çıxıb. Yəni o yerli qardaşa deyilən ki, insan bastırmaqdır, nədirsə bunlar əvvəldən olub. Əzim Şanidar sən bilərsən arxeoloq adamsan. Şanidar mağarasında Neandertal məzarları tapılıb. Bu dünənin bu gülməli bir məsələdir axı. Yox bildim, eyni mən o qardaşa deyirəm. 20 min illik məzar var Şanidarda. Əzim bilirəm. Yəni mən bizim Azərbaycanda olanı deyirəm sənə ən azından. Bildim əzim. Oldu, xoş yayımlar. Sağ ol, teşekkürler. Karol buyur, hoş gəlibsən təkrar. Buyur əzim, davam edin. Söz deyim, deyirsiniz Allah yoxdur. Sizə bir dənə sual verim. Siz adınızı qoyubsuz ateist. Mən ateistlərin nə qədər Azərbaycanda ateist adını daşıyan var, mən zəhləm gedir. Vahabidir, zəhləm gedir. Yəni görməyə gözüm yoxdur. Ha? Ona görə ki, siz burada canlı açırsınız, cəmaatın beynin nətə eləyim, pozursunuz da, cəlb eləmək istəyirsiniz özünüzə. Kitabları da yığıbsınız arxoza, yalandan danışırsınız. Sizə qulaq asan da var. Cəm çölə gedən səsi bağlayayım. Ateistlərin də var, oxun siz kimi.
Gördünüz? Budur. Dinin verdiği tərbiyə, əxlaq. Bu arada 30 maksimum 24 saat sonra baxarsan şeylə. Anlama vəziyyətə. Elvin buyur, xoş gəlmisən. 24 saat. Rahat ol. Elvin. Ay Elvin. Hər halda ha. Elvin danış sana mikrofonu açay qaqaş. Bu arada Karol 8 tane atası olan danqılıq. Söylə bilirsən bura qoşulan adamların şeyini, kimliyini, orijinal kimliyini biz görmürük. Ariz buyur, xoş gəlmisən. Hər vaxtın xeyir qardaş. Hər vaxtın xeyir. Necəsən? O heç eyb yox. Söyüşdü, söyüldü. Özü bildi ki, bu düzgün şey deyil. Bunu hamı da bilir. Mövzunu qoyduq qırağa, söyüş mövzusunu. Lazımsız bir hərəkət idi. Çünki millət izləyir bunu. Sözün var, söz danış. Bu bir qırağa. Çelik, bu müəyyən adamlar var. Bu ateizmi təbliğ eləyəndə tamam başqa sözlər deyir. Biri meymun deyir, biri nə bilim də, mən səndən bir dənə xahiş edirəm. Ateizmin bir dənə terminini deyinəm. Nə barədə deyirəm? O dediyimi mən özüm bunu həm zapis edəcəm, həm götürsəm. Çünki mən bunları sübut edə bilmirəm ki, ateistlər heç vaxt deməyib ki, insan meymundan əmələ gəlib. Bunlar hələ yükləyir o sözü ki, ateistlər deyir ki, insan. Deyirəm, hansı kitabda yazılır? Harda deyilib? Və təkamüllə siz meymunu qarışdırırsınız. Deyirəm, bir ağlı bir sual verin də, bir öyrənin də. Harda ki, hansı kitabda var? Darwin kitabında deyirəm, harda yazılıb o söz ki, insan meymundan əmələ gəlib? Harda yazılıb? Yox da elə bir. Mən qardaşım, birincisi bu təkamüllə ateizm eyni şey deyil. Bir-birindən müstəqil mövzulardır. İkincisi təkamül biyologiyanın mövzusudur. Ateizm uzaqda yaxından əlaqəli bir mövzu deyil. Etiraz olan ki, biyologiya eləsin. Üçüncüsü A inkar artikel'dır, Teos da, yəni Teos, ateizm. A inkar artikel'dır, Teos da tanrıdır. Tanrı və tanrıları komple inkar edən fəlsəfi bir görüşdür. İstifadə oluna bilər, istifadə edə bilər elmi metodikanı dinlərə qarşı və ya hər hansısa bir tanrı hipotezinə qarşı, tanrı varsayımına qarşı. Biyologiyanı da istifadə edə bilər, fizikanı da istifadə edə bilər. Dördüncüsü, təkamülün içində meymuna bənzər primatlar var. Meymun yoxdur. Meymun başqa şeydir, insan başqa şeydir. Beşincisi, birisi şimpanzi deyil, birisi gorilla deyil, birisi nə bilim başqa meymun qrupu deyil. Belə bir şey yoxdur. Şimpanzi ayrı bir qrupdur, gorilla ayrı bir qrupdur. Gorilla ayrı bir qrupdur. Gorilla ayrı bir qrupdur. İnsan ayrı bir şeydir, canlı növüdür. Bunların ortaq atasının olması ya da ortaq təməlinin olması bir-birindən törədiyi anlamına gəlmir. Yedincisi, yesələr də budur, yeməsələr də budur. Təkamül təbiətin bir qanunudur. İstəyirlər bəyənsinlər, istəyirlər bəyənməsinlər. Bugün istifadə olunan medikal sistemlər, farmakologiya, antibiotikdən tut cərrahi müdaxilələrin 95%-dən çoxu təkamül biyologiyası üstündə qurulub. Əgər birisi təkamül yoxdur deyirsə, ya da təkamül işlək bir mexanizma deyil deyirsə, o zaman gedib heç bir dərmandan falan, preparatdan, antibiotikdən, sistemdən istifadə eləməməlidir. Həkim yanına gedib təkamül üstündə qurulmuş medikal tədqiqatları istifadə eləməməlidir. Otursunlar, dua eləsinlər. Necə ki, bəzi qruplar var ki, öz üçün babasil duası yazıb. Babasili gedib cərrahi əməliyyatla götürməsinlər, getsinlər, babasillərini dua ilə müalicələtdirsinlər. Bir zəhmət. Və ya dəvəsi deyil. Çox sağ ol, təşəkkür. Əla, sağ ol. Təşəkkürlər. Var ol. Sağ ol. Hə, bu arada dostum, sən getmədin ki, burada sən elə. Yo, buradayım. Gəlin biraz da biz variant işlədək də. Gözəl insanlar, aşağıda var ya təkamül nəzəriyyəsi, mümkün də öyle. Siz Təhsil Nazirliyinə gedib, Emin Əmrullayev bəyəfəndiyə, Təhsil Nazirinə deyə bilərsiniz ki, sən kimsən ki, təkamül olmayan bir şey dövlət şeyinə, kitablarına qoyursan, orta məktəb biyologiyasına qoymuşsan. Siz bunu deyə bilərsiniz uşaqlar. Soruşmaq ayıb olmaz, siz çox maraqlıdır mənə.
Siz gedib dövlətin təhsil sistemindəki nazirlərə, müavinlərinə, o kitabları tədris edən insanlara deyə bilərsiniz ki, siz xeyr ola təkamülü olmayan bir şey gətirib qoymusunuz şeyin içinə. Təkamül kitabların içinə, biologiya kitablarının içinə. Hə? Siz niyə bu soruşmursunuz ki, abla təkamül falan yoxdursa, təkamül boş şeydirsə, bu dövlətin tədris proqramının içində var axı bu təkamül. Xeyr. Mən sənə bir dənə sualım var. Sual deyəndə, yəni hər öz şəxsi fikri var. Mən namaz qıram, Allaha ibadət edirəm. Yəni sənə də hörmət edirəm. Mən insanım. Mənim bir dənə sualım odur ki, yəni kiminsə Allahın varlığını qəbul eləyirsə, yəni belə öz aramızda indi danışırıq da, yəni Allaha inanan adam, ibadət edən adam adətən oğurluq eləməz, yalan danışmaq, sərəfsizlik eləməz, yəni pis əməllərdən uzaq olar da, belə deyək. Xeyr, mən sənə yüzlərlə fakt göstərə bilərəm, öz ətrafımdan da göstərə bilərəm, tanıdığım adamların ətrafından da onlarla adam qoşa bilərəm bura. Yüzlərlə həci, məscidin baş bilən adamları olmasına rəğmən 1000 dənə hoqqadan çıxanları var. Hətta işin içində təcavüzlər belə var ki, bir neçə il əvvəl tutulmuşdu. Mən səninlə razıyam. Sizdən də, bizdən də, belə deyək, iki tərəfli deyim. Sizdən də, bizdən də var. Bəli, pisi də var, yaxşısı da. Sizdən də var. Misal bizdən deyəndə kimi nəzərdə dursan? Həyatı düzgün, heç kimə mərdim azarçılıq eləmir. Onu demirəm. Məsələn, Allaha inanmayanlardan. Az yaşlı qızları ilə düşmüş, nə bilim mən, az yaşlı qızla evlilik eləmiş, 4 arvad saxlayan neçə ateist tanıyırsan, ya da nə bilim meşə qardaşları terror təşkilatı ateistlər mi idi, yoxsa Nardarandakı o hadisəni törədənlər ateistlər mi idi, yoxsa İrandakıların hər hansı bir sifarişinin ölkədə qarşılıq törətməyə çalışanlar ateistlər mi idi, qardaşım? Yoxsa Gəncə söhbətlər ateistlər eləmişdi? Sənə başa düşürəm. Eyni şey mən də sənə razıyam, qardaşım, mən sənə razıyam. Ateistin içində normal olmayan adam ola bilər. Amma balans söhbəti var. Düz deyirsən, yəni mən sənə razıyam, amma mən bir sən nə demək istəyirəm? Demək istəyirəm ki, yəni Allaha ibadət edib, Allahın yolunu düzgün gətirən oğlan, kişi, qadın fərqi yoxdur. Yəni bu həyatı şərəfi ilə, namusu ilə yaşamalıdır, yəni düzgün yaşamalıdır. Yəni xırdalamıram da nələr eləməlidir və yaxud da eləməməlidir. Yəni bunları əgər Allahın yolunu düzgün gətirib yaşayan adam, yəni onun sənə heç bir ziyanı yoxdur, cəmiyyətə heç bir ziyanı yoxdur, başa düşdün? Ona görə yəni cəmaatı inandırmağa ehtiyac yoxdur. Yəni Allah yoxdur və yaxud da var. Yəni Allahın yolunu getmək cəmiyyət üçün çox gözəl bir şeydir. Yəni Allahın yolu harda yazılır mənim qardaşım? Yolu yəni bu mənada deyirəm ki, sən məni başa düşürsən nə demək istəyirəm. Yəni mən belə qəbul edirəm, belə deyirəm. Qabil qardaşım. Oğurluq eləmək. Qabil qardaşım. Gəldim, sən məni dəvət elədin, oldum İslam mənsubu. İslam mənsubu. Bəli. Hə. Mən Azərbaycan qanunlarına görə 10 yaşında qız ala bilmərəm. Keyfim istədi 10 yaşında bir qızı götürdüm, getdim Əfqanistan'da evləndim. Olar? Ya bax ona girmə qardaşım. Bir dənə sənə, bir dənə mən öz həyatımda. Niyə girmə qardaş? Mən girəcəyəm. Yox, bir dənə mən öz fikrimi də sənə çatdırım. Bax adım Qabildir. Mən indi az çox ustayam, tanıyan tanıyır. Bax mən avaraçılıq eləmişəm, qumar oynamışam, nə əşə çəkmişəm, nə bilim, nə desən, yəni oğurluq eləmişəm, hər bir işlə məşğul olmuşam. Maddə adların çəkməyin də burada. Yox, ya üzr istəyirəm, yəni fikrimi çatdırmaq istəyirəm. Yəni mən amma dinə gələndən sonra belə deyək. Yəni bu hər şeydən uzaqlaşdım da. Mən cəmiyyət üçün daha faydalı insan olmağa çalışıram. Başa düşdün nə demək istəyirəm? Yəni o namaz qılıb Allaha ibadət edənlər hamısı mənim fikrim də olsa, bizim cəmiyyət üçün heç bir ziyanımız ola bilməz. Ay qardaşım, hamısı sənin fikrində olmur. Birisi açır Qurani-Kərimi, orada bir açıq görür. Və başlayır oradan getməyə. Bəs mən sənə sual verdim axı ki, bir, beynində problem olan, nə bilim, bir pedofiliya istəyi olan bir adam özünü dindar göstərib, dinin içinə girib, şəri sistemlə 10 yaşında qız almaq istəsə, sən ona nə deyə bilərsən? Dindar olaraq, heç nə deyəməzsən. Din tərəfdən doğrudur çünki, din tərəfdən. Din icazə verir çünki. Başa düşürsən, qardaş? Ya da birisi kafirlər ölməlidir deyib 5 dənə ateistin oturduğu bir kafedə bir masanı partlatıcına qararsan. Cavab verə bilərsən, o partlayış təkcə mənə dəyməyəcək. O partlayış elə bir partlayış olsa ətrafda sivillərə də deyəcək. Elə özümüzə, öz inanclarımıza da deyəcək. Başa düşürsən, qardaş?
zərərsiz. Ne var? adamdır. Bak Yəni, kardeşim, Ben bunu demek istiyorum. sizin ana hedefiniz ölkəni Suriye'ye, Irak'a, Afganistan'a döndürməkdirsə, o mən bilənmərəm. Amma mən istəmirəm ki, Azərbaycan bir şəri sistem olsun ya da o istiqamətə gedən bir topluluq zeyniyyətində olsun. Gözəl insan. Yo, əlbəttə ki, yəni heç kim istəməz Azərbaycan. Ay sol, bak sen deyirsən ki, gəlsin dindar olsun, dində nə pislik var falan. Arkadaşım sen gəlirsən şişi olursan, o birisi gedir sünni olur. O ona deyir kafirsən, bu buna deyir kafirsən. O ona deyir Ayşe lənətlənsin, bu deyir İmam Əli lənətə gəlsin. Nəbi Hüseyin lənətə gəlsin. Siz öz aranızda belə bir-birinizi qırırsınız. Yox qardaş, mən elə deyirəm. Mən şiyə namaz qılıram, amma mənim üçün sünni şiyə fərq qoymuram elə şeylərə. Sənin üçün yoxdur da qardaşım. 50 nəfər qoşulur bura. Soruşuram sən Ayşəyə nə cür münasibətin var ya da ki Əbu Bəkirə nə cür münasibətin var? Osman'a nə cür münasibətin var? Adam lənətləyir. Bunlar öz aralarında bir-birlərini qırırlar. Qaldı ki, mən söhbətə girəm. Təşəkkürlər fikirlərin üçün. Təşəkkür edirəm. Sağ ol qardaş, sağ ol. Allah razı olsun. Sağ olun. Aşağıdan ne yazıb ora Velizar olsun, Peşmankes olsun. Heç görüm o dediği o 100 min izlenen cins oryantasiyası pozulmuş gay, mən Əhl-i Beyt aşıqıyam deyəndə səsi çıxırdı. Altından Allah'ın sevinli bəndəsi Əhl-i Beyt belə getdi. Doldurmuş soran yorumlarla. Görüm heç səsin çıxır. Üzdən İraqın biri çıxıb deyir mən Əhl-i Beyt aşıqıyam deyəndə. Niyə səs çıxmırdı? Sayın Əhl-i Beyt aşıqları. Kim olur olsun, üzdən İraq da olsa, Əhl-i Beyt aşıqı olsa o bomba kimidir, eləmi? Siz bizim nə cür zeyniyyətdə adamsınız? Bəziləriniz. Düşmən belə olsa, Əhl-i Beyti sevirsə bizim üçün qardaşdır, eləmi? Salam, axşamın xeyir, şükür olsun. Axşama xeyir dostum. Necəsən? Çox sağ ol, sən necəsən? Məndən ötürü bir şey maraqlıdır, onun üçün qoşuldum. Yəni sırf İslamdan danışmayacağam, çünki dindar deyiləm. Yəni dindar deyiləm, özüm də şəkiliyəm, şəkili balasıyam. Məndən ötürü Azərbaycan fərqi yoxdur. Azərbaycan hər bir qarış torpağı, yəni mənim üçün əzizdir. Amma bir şey maraqlıdır ki, İslam olmamışdan qabaq olan türklüyü götürək də. Yəni türk millətlərində namus, qeyrət, anlayışsan, bu mən dediklərimin hamısını bilirsən, prosta sadəcə təsdiq üçün danışıram səndən. Namus, qeyrət, anlayışı, hətta belə ərəblərdə qız uşağı doğulanda bu döyüşə yaramaz deyib bastırırdılar diri-diri, amma türklərdə qız uşağı anadan olan kimi ona ox atmağı, döyüşməyi, hər bir şey öyrədirdilər. Yəqin ki, düzdür də dediklərim. Bəli düzdür, çünki mən bunu göstərəcəm. Sən danışdıqca namus, qeyrət anlayışı göstərəcəm sənin nümunəsi ilə. Sənə yox, izləyiciyə də sən bilmiş olarsan. Yəni ki, türklərdə mən bunu görmüşəm. Hətta belə 2 dənə türk tayfası bir-biri ilə düşmən olan türk tayfası öz harasa bir köç eləyəndə, harasa gedəndə öz hamilə qadınlarını düşmən olan türk tayfasına təhvil verir. Yəni ki, bu mən qaydanda səndən əmanət götürəcəm. Qaydanda bir-birinə görəndə qanını tökən türk tayfaları öz hamilə qadınları namus, qeyrət kimi verdikləri kimi təhvil alan vaxtlar olur. Yəni olub da bunların hamısı. Təbii ki olub. Yəni ki, sırf bir şeydə, yəni ki, onun da hər halda səndən təsdiqini istəyirəm ki, İslam olmamışdan qabaq türklərdə olan, yəni biz hal-hazırda... 7-cisini oxusunlar, 7-ci sırasını oxusunlar. Görsünlər, qıryət İslamdan gəlib deyənlər görsünlər, 7-ni oxusunlar. Bəli, elə mən də onu demək istəyirəm ki, qeyrət, namus anlayışı bizim hal-hazırda anamızı, bacımızı qorumaq, vətənimizi qorumaq, hər bir şeyimizi qorumaq bu əvvəldən var idi. İslam olmamışdan qabaq var idi. Yəni ki, biz hal-hazırda o adət-ənənələr gedirik, də min şükür. Yəni gözəl dəyişir. Bir də onun təsdiqini tapmaq istəyirəm, bəlkə səhv deyirəm. İslam türklər İslam dinini qəbul eləməsəydi, İslam bu vaxta qədər gəlib çata bilərdi, yoxsa yox? Qətiyyən. Çatacaqdan o bildiyimiz bugünkü formatı ilə İslam olmayacaq. Qətiyyən. Bəli. Yəni ki, İslamın bu vaxta qədər 2026-cı il, yəni bu yaşadığımız dövrə qədər gəlib çatmağının əsl səbəbkarı türklərdir. Yəni türklərlə qəbul eləyir, türklər yəni biraz da təkmilləşdirir şeylə o. Bir də bir şey maraqlıdır ki, ekrandakı türk dörəsi. Buyurun. Bəli. Yəni demək olar ki, İslam yaranmamışdan qabaq
elmi ixtiralar, ya riyazi ixtiralar, fiziki ixtiralar hamısı o ərəb zonasından, İbn Sinasından tutmuş, yəni ki, adını çəkdiklərində var, çəkmədiklərində var. Yəni ixtira İslam olandan sonra, yəni yaranandan sonra hansısa bir fizikiyə ixtira, nə bilim, kimyaya ixtira, bioloji Olub ixtira qardaşım görməmişəm. bir. Yəni Olub eşitmədim. əzizim, olub. Kazali kimi adam az qala şey çıxardırdı, kafir çıxardıblar. Yəni ixtira eləməyə cəhd edənlər də öz istərində kafir eləyiblər də. Məsəl üçün təkamüldən Ha, yəni danışmazlar, siz amma hətta təkamülü ilk ortaya atanlardan birisi də ərəb coğrafiyasında elə İslam mənsubudur. Görüm danışarlar mı? Danışmazlar. Əl-Caiz. Yəni ki, fikirləşdiyim qədər yəqin ki, sərf eləmir deyə. Təbii ki, sərf eləmir. Gör Əl-Caizin adını çəkən Çünki var. Bəli, idarə etmə şeyi var da. Şəxsən deyək ki, hər 3-5 milyon inananların başına bir qoyurlar, bir dənə də fətva çıxardırlar ki, məsələn bu belə olmalıdır, bu belə. O çox dərinliklərinə getmək istəmirəm, çünki şükür Allah yaşadığımız, yəni hal-hazırda mən öz adıma deyim ki, Sən çəkirsən də. Mümkün qədər düzgünlük. Bəli. Adət-ənənələrimiz nədir? Keçmişdən gördüyümüz böyüklərdən gördüyümüz. Böyüklərdən gördüyümüz adət-ənənələr nədir? Onlarla yaşamağa çalışıram. Yəni gündəlik 5 manatda çörəyimi qazanım, Allahıma şükür eləyirəm. Yəni ki, gördüyüm qədər də, yəni nətər deyə, psixoloji olaraq. Yəni ki, amma dinin dərinliklərinə yox. Çünki çox görmüşəm ki, hətta belə misal çəkə bilərəm ki, 5-6 dənə dindarın fərqli qruplar olan dindarlar bir-biri ilə razborkasını görmüşəm. Dini razborkaları. Hansısa bu qurğun deyək də, qrupun mənsubu o birisinə nəsə söz demək istəyəndə deyir, gözlər səbir elə, böyüyüm gəlsin. O böyükdə özündən 2 yaş böyük, 10 il, 15 il bundan qabaq dinlə məşğul olanda bu dinə təzəcədir. Böyüyüm gəlib mənə dobro versin, mən sənə cavab verə bilərəm. Əgər mən öz payıma deyək ki, mən hansısa bir hadisədə düzəmsəm, mən niyə böyüyümü gözləməliyəm? Haqlıyamsa düzəmsəm, mən niyə gözləməliyəm? Yəni bu hamısı psixoloji idarə etmə şey olur da. Bir də ki, kütlə psixologiyasını ya çox gözəl bilirsən də nə olan şeydir. O meymun haqq hesabı var, qəfəsə meymun salırlar, banan söhbəti tədricən dəyişirlər. Hal-hazırda demək olar ki, bizim müsəlmanların çoxsu, hamısını deyənmərəm, çoxsu o psixologiya ilə yaşayır, əzbər. Kimlənsə eşitdiyi, kimlənsə gördüyü. Bəli. Mən dediklərim bu qədər. Yəni ki, nə isə səhv deyərəm, nə isə yanlış deyərəm. Hətta belə ətrafımda da, evimdə də dinlə, ibadətlə məşğul olanlar var. Heç bir dindara nə isə bir işim yoxdur. Yəni mən dindar tanıyıram ki, elə gözəl insan əxlaqı, nümunəvi göstərən, yəni kiməsə yardım edən, gedir də, yəni mən amma fikirləşirəm ki, o dinlə getmir, o düzgünlüklə gedir. Çünki insanın ən böyük, mənim fikrimcə, dini içindəki vicdanıdır. Mənim vicdanımdır. Mənim Allahımdan mənim vicdanımdır. Mənim hansısa bir hərəkət edəndə, mənim içimdəki hansısa səs deyirsə, icazə vermirsə bu hərəkəti yanlış eləmə, yəni mən içimdə vicdan var ki, o hərəkət eləmə və yaxud da kiməsə yaxşılıq eləmə. Mən belə fikirləşirəm. Təşəkkürlər əzizim, var olsun. Yəni yenə də sağ ol, sən var ol. Həmişə belə düzgün təbliğatda. Bir də səndən bilmirəm, xahiş deyim, tələb deyim, mümkün qədər, yəni sırf din mövzusunda yox, başqa hansısa elmi təbliğatlar deyim, hansısa bir öyrətmələr deyim, onlarla da məşğul olsan yaxşı olar. Çünki mən şəxsən sən hansısa bir söhbətdən, psixologiyadan, fəlsəfədən söhbət edəndə hansısa bilmədiyim şey varsa, sən dediyin şeyi bilmirəmsə gedib araşdırıram. Mən bilirəm ki, mənə kimi yüzlərlə, minlərlə adam var ki, sən elədiyin söhbəti bilmirsə, o kitabı açacaq, KPT-ni açacaq, nə bilim, interneti açacaq, maraqlanacaq. O mövzulara da girsən qəşəng olar ki, məsələn, bax, bu psixologiyada bu mövzu var, nə bilim, fəlsəfədə bu mövzu var. Çünki sənin elədiyin hansısa mövzuları kimisə maraqlandırır, kiməsə maraq oyadır. Həmən o düzgündürsə, haqq yoludursa, maraq oyadanlar da öyrənib nə isə bir şey düzgünləyib. Bəlkə sən kimisə elə bir şeyə yönləndirdin ki, o adamda elə bir deyək ki, fərasət var, elə bir bilik var ki, sənin o yönləndirdiyin insan nə isə bir fizika ixtira elədi, elmi bir ixtiradır, dövlətimizin xeyrinə, insanlığın xeyrinə nə isə bir ixtira elədi, üzə çıxartdı. Robot olsun, nə bilim, hansısa bir məhlul olsun, hansısa bir kimyəvi nəyi olsun. Yəni, onlar haqqında eləsən gözəl olar. Təşəkkürlər əzizim, var olasın. Var ol, əlin qalın, var olsun, çox sağ ol, canım sağ olsun. Sağ ol əzizim, sağ ol. Vəfasız Dünya, buyur, xoş gəlmişsən.
Ay vəfasız dünya. Vəfasız dünya nədir ya? Ne dramadır. Bay Musayev buyur. Hoş gelmişsin. Salam aleyküm qardaş. Aleyküm kardeş hoş gelmişsin. Sağ ol, çox sağ ol. Bir dənə sual verim. Siz nə əsaslanıb deyirsiniz ki, Allah yoxdur? Mən bir dənə söz deyim sizə. Yoxdur axı. Gör nə deyirəm, mən bir dənə söz deyim sizə. Bu TikTokda hərə bir cür seçilmək istəyir. Siz də Allah yoxdur deməklə seçilmək istəyirsiniz, amma düzgün yol deyil o. Mən sizə bunu məsləhət görürəm. Yəni Sən nəylə dəlildə Allah... Bəli? Sən nəylə seçilmək istəyirsən? Məsələn, mən 40 yaşım var, mən Allahdan nə istəmişəm, əlimi açıb Allahdan nə istəmişəm bu yaşa kimi. Bir istəmişəm 2 veribdir. Yəni, mən Sən nə özəlliyin var ki, o istənib verilməyən canlarından olan uşaqlardan nə artıqlığın var ki? Nətər o canlarından artıq olan, nə bilim nə. Sən heç düşünmüsən mi? Musayev, sən heç düşünmüsən mi? Xocalıdakı uşaqlar da yaşamaq istəyirdilər axı. Onlara niyə vermədi ki 2 dənə? Sən 2 dənə verdiyi şeyi bir dənə onlara versəydi olmazdı. Yox, o Xocalıdakı uşaqlar hansısa şərəfsiz bunu eləyir. İndi sən kimisi çıxıb deyir Allah yoxdur. Deməli bunun Allah nağarsın, gətirsin barmağını sənin gözünə soxsun. Allah var. Deyirəm ki, sən deyirsən ki, mən Allahdan istəmişəm. Bir istəmişəm, 2 verir. O uşaqlar da yaşamaq istədi axı. Niyə onlara yaşam şansını aldı əlindən? Əgər Allah eləyə bilirsə bunların hamısını. Qardaş, onu Allah eləmir, onu səni məni kimi bəndə eləyir. Bax, sənin Allah dediyin, sənin kimi bir adamla maraqlanırsa, sənin istəkləri və cavab verirsə, o uşaqların istəklərindən deyə cavab vermədi. Qardaş, gəlin mən səni öldürüm və yaxud da sən məni öldür. Bunu Allah nağarsın, başa düşmədim. Allah gəlsin, tutsun ki, yox, olmasın. Sənə nə veribdir, qardaş? Sən bir nə istəmirsən ki, sənə 2 dənə verib Allah? Qardaş, bir ev istəmişəm, 2'sini almışam, nə bilim. Əhsən, ev bahalı şeydir da, ev bahalı şeydir mənim qardaşım. Afrikada uşaqlar var ki, susundan ölürlər. Hər gün onlarlası ölür. Onlara niyə su vermir? Ha qardaş, o onların təbiətidir, iqlimi o formadadır. Sən Afrikadakı qoy qırağı, sən farklı bax, bugünkü gündə bax Azərbaycanda yaşayırsan da. Təşəkkürlər. Sən bax bu... Təşəkkürlər. İnşallah PK'ya hazırıq biz. Zəif olsalar yenə də yabırçılıq olacaq bugün. Zəif olsalar. Aleyküm. Axşamın xeyir. Aleyküm əssalam. Hə, sağ ondan, buyur. Necə? Deyirəm sənə də ondan. Buyur. Sevik, dünənlərim sənin canına baxırdım. Dünən idi, yoxsa sırağa gün. Bir xanımı qaldırmışdın yuxarı. Üzünü aç görüm də sənin üzünü. Tutun məmulatı istifadə edirəm, olmaz, buyur. Gözdə mən də tutun məmulatı istifadə edim, danışaq. Hə, bir xanımı qaldırmışdın yuxarı. Azərbaycan dilində normal danışa bilmirdi. Ümumiyyətlə türk dilində danışa bilmirdi. Avropadayam, Avropa deyirdi, nə bilim, ailəni qatmışdı. Sən onu saxladın, ona qulaq asdın. Hə, ona qulaq asdın, onu təsdiqlədin onun dediklərini. Amma bir xanım çıxdı, dindən danışdı, normal qaydada. Sən onu elə bilsən çox aşağıladın. O da mənə xoş deyildi, amma halbuki mən səni dəstəkləyirəm. Yəni sənin bir Birincisi heç kim aşağılamamışam mən əzizim. Niyə yalandan deyirsən? Qardaş çox aşağıladın sən onu. Riko xoş gəlmisən Riko. Həmişə sən gələsən. Hə, buyur. Emin. Yox, sən elə gəl dostum. Orada mövzu başqa idi. Bilsən, Sevik, mən də sənin çəkdiyin əziyyətlərdən çəkmişəm. 5 il bundan qabaq, 6 il bundan qabaq. Prosto elə bir şeylər var ki,
elədiyin Mən hər çəkdiyim əziyyət təbliğat deyərkən- superdir. Əla. 6 il bundan qabaq nə əziyyət çəkmisən qardaş? Onu deyirəm də. O İndi nə açıb əziyyət hamısını çəkmisən onu deyirəm, bir-bir o başa danışma. düşmürəm. Nəysə, Çeviç, nəysə. Heç nə. Prost dediyim bir sən məsələn nədir? Sən kim qalxır dinlə danışır, dinin əleyhinə danışanları paxlayırsan, gülər üzlə qarşılayırsan, xoş münasibət göstərirsən. Amma kim ki öz dinini qalxır burada müdafiə eləmək istəyəndə sən onları aşağılayırsan. Yəni gülünc vəziyyətinə Sadəcə salırsan. suallarımı verirəm. Sadəcə suallarımı verirəm. Hə, müharibəni deyirdi. Hə, anladım. Qoy olar sən sual Ay, versin. Qardaş. Verirlər də Sən- zaten. Hə, Çeviç, hə. Hə, verirlər də zaten. Necə? Zaten verirlər də suallarını. İcazə vermirsən qardaş sən sual verməyə. Sən kim deyir? Öyrənmək İcazə istəyəni vermədiyimə görə öyrətirsən. 4 saat, 5 saat Sadəcə yayında tek- oldu. Yox, 4 saat, 5 saatı sən ancaq bilirsən necə. Dini müdafiə eləməyə qalxanı bilsən necə, vurursan yerdən yerə çevik. Xeyr, ayətlərinə sual verirəm. Niyə? Problem var ki, ayətlərinə sual verməyimdə. Dünənki xanımı niyə o vəziyyətə qoydun sən? Mən xanımı müdafiə eləmirəm ha, və yaxud da Heç bir vəziyyətə zada qoymuram. xanımın tanışı deyiləm. Normal suallar. Yaxını deyiləm. Prosta yaxşı, yaxşı qulaq as. İndi dinlə bağlı qardaşın səsini bağla bir dənə Elçin qardaşım. Hə, buyur. Hə, deyirsən ki, qardaşım mən türkəm, düzdürmü? Azərbaycan xalqı türk, düzdür? Azərbaycan xalqının hamısı dini deyil. müdafiə edən xanımın qulaq as da bir dənə xahiş edirəm. Dini müdafiə elə dinlə bağlı qalxdı səndən debata da, indi nə isə müzakirə eləyirdilər. Sən o xanımı konkret pis vəziyyətə qoydun, amma Avropaya, Avropa deyən, ümumiyyətlə Azərbaycan dilində danışmağı bilməyən bir xanımı burada elə bir vəziyyətə, yaxşı bir vəziyyətdə təmsil edir. Yəni Gözümün içinə qədər yalan deyirsən. Niyə qardaş, mən sənin canlına Ona görə baxmışam. ki, mən bütün kayıtları saxlayıram bu bir. Bütün kayıtları saxlayıram bu. Aha. Burada kimsə aşağılanmadı. Birbaşa qadını aşağılayan ayətlər göstərildi. Mən deyil, sənin inandığın kitab, inanıb inanmadığımı bilmirəm. Sən o xanıma İnandığın bilsən nə kitab sual özü verdin? aşağılayır. Qulaq asıram. Hə, denən. Sən o xanıma bilsən nə sual verdin? Xanımın indi Aha. elə də məlumatı yox idi. Xanıma sual verdin ki, təcavüzün İslamda cəzası nədir? Sual verdin, düzdür? Xanıma elə bir sual verməmişəm mən. Mən xanıma dedim ki, 4-cü arvad ola bilərsən, olmazsanmı? Hə, o sual o da yadımdadır. Amma ümumiyyətlə qoşulanlara dedin ki, təcavüzün cəzası İslamda Ay, nədir? Dedin o sualı var. kimlərə? Hə, var. Təcavüzün cəzası var, axı sən bilirsən, sən onun Göstər. İslamda olduğunu da Göstər. bilirsən. Göstər. Yusif surəsi 35-36-cı ayə. Gəl Bax baxaq. Yusif surəsində. Yəni. Aç orada oxu. Yazılmayıb ha, əllər kəsilsin, falan yeri. Təcavüzə görə nəsə aç onu oxu görəsən. Yusuf surəsi 35. 35-36-nı oxu. Ha, bu dəqiqə. Hətta ekrana qoy. Ekrana qoy. Gələ. Bu Yusuf surəsi 35. Bu qədər dəlilləri gördükdən sonra yenə də onu bir müddət zinadan salmaq qərarına gəldilər. Bu da 36. 36-ya bax. Hə. Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: "Mən gördüm ki, şərab sıxıram." Nə qulaq as. Yusuf Hə. peyğəmbər nə ilə bağlı zindana salınmışdı? Nə ilə Quranda bağlı salınmışdı? göstərilib. Nə Harda ilə göstərilib? bağlı? Züleyxa ilə Harda göstər? qadınla bağlı qulaq as. Təcavüz eləməyib ha. Elə fikirləşdiklərinə görə, təcavüz eləməyin fikirləşdiyinə görə cəzalandırılmamışdı qardaş. Təcavüzün cəzası açıq şəkildə harda qeyd olunub? Hansı ayətdə denən deyil? Bu qoyma. Qardaş da cəzası verilib də orada. Quranda cəzası verilib. Göstər də ayəti göstər. Ayəti göstər də. Qardaş zindana salınıb göstərilir axı orada. Zindana salındı. Harda göstər? Zindana salınıb. Nə üstündə? Harda? Hansı cəza üstündə? Hansı cinayət üstündə? Göstər. Qardaş ondan əvvəlki ayələrə bax, oradan göstərilir hamısı. Ayətin kodunu denən. Kod olmur onun ayətin. duasını Onda qəbul sonra. etdi 34. Kodu ayətdə kod olmur onun qardaş. duasının qəbul etdi və onların hiləsini ondan uzaq etdi. Həqiqətən o Qardaş eşləndir bilərdi. deyilmir, 33. qulaq as. Yusif Ey 34, Rəbbim, 35, mənim üçün 36. zindan bunun Arkadaş oxuyuram da bir dayan. Bax. Ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri Kinodan işi danışmıram. görməkdən Deyib daha kinodan danışır. Arkadaş hansı ayətdə? Ayətə denən baxın. Qardaş Yusif 34, 35, 36 bu ayət qulaq as Yusif surəsində var ha.
təcavüzün cəzası konkret göstərilib də. Sayət deyilməyib Göstərilməyib orada. axı. Necə yəni cəza göstərilib də Qardaş, zindana Qulaq salınır as, göstərilir. qulaq as. Maidə surəsində oğurluq eləyən kişi və qadının cəzası nədir? Qeyd olunub orada açıq-açıq. Əlləri kəsilməlidir. Ay sor. Təcavüzün Əllər- cəzasında nədir? Nədir təcavüzün cəzası? Mədənin. Təcavüzün cəzasını göstərib də ki, zindana salınır. Ayəti dinən. Ki Qardaş, təcavüzə orada görə yaz- zindana salınır. 35 bayaq 36-nı özünü oxumadın. Açı təcavüz var orada. Ha qardaş, həmin sən Yusif surəsini oxuyanda Yusif surəsi nədən bəhs eləyir, gəlir orada göstərir də. Ha. Hani? Gör, onunla birlikdə iki gənc də zindana salındı, hə. Kim zindana salınmışdı? Zindana kim salınmışdı? Kim salınmışdı? Yusuf peyğəmbər. Hani nəyə görə? Təcavüz fikirləşdiklərinə görə, təcavüz elədiyini Göstər. fikirləşdiklərinə. Göstər. Nə göstərim sənə? Sənsə nə Ayəti. göstərən? Mən nə Ayəti. göstərim? Nömrəsini denən. Nömrəsini dedim də, sən nömrəsi qabağında durub da. Oxuya bilmirsən üzündən, ekranda yazılı baxın. Qardaş, sən açıb qoymusan, cəmaət də görür də. Təcavüz var orada. Nəyə görə zindana salınmışdı? Deyirəm ki, səndən soruşuram mən, varsa bir açıqlaması ver. Yox, zindana niyə görə salınmışdı? Nəyə görə salınmışdı? Nəyə görə salınmışdı? Sən bilmirsən, hə? Mən bilmirəm, Quranı yox, izin sən başdan denən. oxumuşam. Oxumamısan başdan elə. Yoxdur təcavüz söhbəti. Qardaş, öz Züleyxa ilə aralarında olan məsələyə görə salınmır. Züleyxa adı çəkilmir, orada xanım adı çəkilir, qadın adı çəkilir. Qadın deyilir. Ona görə zindana salınmamışdı qardaş. Qardaş, götürüb kinovu gəlmisən mənim yanıma. Ay kino yox, kino söhbət deyil. Orada görsən mən sənə kinodan danışmıram. Deyirəm ki, Ayəti orada dinən, Züleyxa ayəti. adı çəkilmir. Qadın Ay adı çəkilir. Züleyxa neynəm mən ayəti denən? Dedim də sən ayəti göstərdin, özün Yoxdur açıb elə bir göstərdin. Sonra başqa bir iki yol indi bilsən bir məsələ nədir? Burada gəlirsən, deyirsən mən Azərbaycanda yaşamıram bu dəqiqə. Azərbaycandan çıxmışam. Prosta elə bir söhbətlər eləyərəm ki, sən bilirəm ki, efirdə məni saxlamasan, salarsan aşağı. Ona görə eləmək istəmirəm o söhbətləri. Başıma dönərəm. Konstitusiyanın zadı qatırsan ortalığa. Konstitusiya sənin üçün deyil. Konstitusiyanın qanunları kimə sərf edir onun üçündür. Nəsə kimə sərf edir onun üçün? Başa düşmədim. Kimə sərf edir onun üçün də dinin qanunları vaxtı ilə mənim belə bir şey başıma gəlmişdi 2024-cü ildə qoy deyim sənə. Danışacağam. Prosto səni pis vəziyyətə salmaq istəmirəm ki, bilirəm ki, deyəcəksən ki, qardaş, mənim efirim o söhbətlər deyil. 2024-cü ildə başıma bir hadisə gəlmişdi. Yəni mənim başıma yox, digər maşınla gedəndə yolda digər bir priz sürücüsü var idi, şofer var idi. Bir xanım gəldi, yol vermədi ona, nəsə yoldan keçəndə xanım da biədəb vəziyyətdə geyinmişdi. Yəni o priz sürücüsünü elə bir vəziyyətə qoydu, söyüşün biri. Amma sənin o qanunu qoruyan polislərin ona yol verməyəndə ondan üzünə hırıldayıb keçirdi, geyimi biədəb. Hansı yəni İslam kitabında o qadın onu eləyə bilərdi ki, amma konstitusiyanı qoruyur da həmin qadını. Hə? Deyirsən üzdən İraqlar. Sənin üzdən İraqlarını kim qoruyur? Sən qoruyursan yoxsa konstitusiyanı qoruyur? Deyirəm ki, konstitusiyan. Kim seçir konstitusiyanı? Qardaş, konstitusiya üzdən İraqlarını kim qoruyur sən? Qəbul eləməyəydin də referendumu niyə qəbul elədin? Mənim razılığımla yazılı bu. Sən səs verməmsən referendumda. Nəyə səs vermişəm o kişi? Referendumla qəbul olunur da konstitusiya. Mənim o konstitusiyadan xəbərim yoxdur. Ha, Mozambik vətəndaşsansan? Qardaş, mənim xəbərim yox deyirəm, o konstitusiyada deyirsən Mozambik vətəndaşısan. Hara vətəndaşsan? Mən Azərbaycan vətəndaşı deyiləm bu dəqiqə, çıxmışam. Haram vətəndaşsan? Sən çıxanmazsan özdə. Başqa Kimdə yüksək çıxmışam vətəndaşlıq olaraq deyirəm vətəndaş deyiləm. Deyirəm vətəndaş deyiləm, deyirsən çıxanmaz. Sən 100 dənə Azərbaycanda vətəndaşlıqdan çıxartma haqqını sadəcə prezident qəbul edə bilər. Sən qəbul ediblər. Çıxmışam da deyirəm mən. Niyə qaçmısan? Sığınmısan arasına? Qaçmamışam. Bax fikriniz budur. Bax elə ömrü boyda arxana kitabları qoyub elə boş-boş söhbətlər eləyəsən Çeviş. Yalan. Nədən çıxa bilərsən ki, vətəndaşlıqdan Azərbaycan ikili vətəndaşlıq qəbul eləmir? Qardaş, çıxmışam, Azərbaycanda yaşamıram mən. Niyə başa düşmürsən sən? Ay, hara vətəndaşsan? Sən nə dəxsi var ara vətən? Mozambik vətəndaşıyam. Get Mozambikin qanunları ilə maraqlandır da, nəyə lazımdır sən Azərbaycan qanunları? Yəni mən əvvəl oranın vətəndaşı olmuşam, çıxdım da, elə ona görə çıxdım da. Yaxşı eləmirsən.
Azərbaycan Respublikasının daxili məsələləri və konstitusiyanla məsələləri ilə bağlı Azərbaycan Elə o vətəndaşları daxili danışma haqqına məsələlər- sahibdir. daxili məsələlər- Sən kimi vətəndaş olmayanlar deyil. Əlvidaçı. Nəyinə lazım sən Azərbaycandakı qanun üçün? Bu arada məlumatınız olsun, Azərbaycanda ikili vətəndaşlıq tanınmır. İstəyirsən 100 dənə pasport daşı cibində Azərbaycan vətəndaşsan. Sən böyük ehtimal İran-Azada qaçmış olarsan. Bir dənə İran da Azərbaycana qarşı terror aktı törətmək istəyən belə olsun və Azərbaycana verməyən. Başqa hər kəslə anlaşmamız var. Etra, buyur, xoş gəlmişsən Etra. Étranger, bonsoir Tchevik, ça va, vous allez bien? Bonsoir. Très bien. Est-ce que vous parlez français? Merci. Est-ce que vous parlez français? Peut-être, peut-être. Peut-être, d'accord, je parlais Azerbaycan. Okay. Tevfik, uzun illərdir mən Avropada yaşayıram. Səni takip Fransada edirəm. yaşayırsan ya da Belçikada olar yəqin ki. Ya Fransada yaşayıram. Hə, Fransada. Nə gözəl. Hə, çox sağ ol qardaş. Burada çox savadlısan maşallah. Allah yoxdur yazmısan. Bunu mən o dərəcədə deyiləm ki, Allahı qoruyum. Bizim Allahdan ehtiyacımız var. Mənim düşüncəmə görə. Yəni mən Allahı zaşət elə bilmərəm, belə dildə deyim sənə. Allah bizi zaşət edir. Yəni səninlə Allahın arasında olan bu məsələyə mən qarışa bilmərəm. Bundan razısanmı? Mən Allaha inanmıram əzizim. Allahla o bağlı məsələ sənin məsələndir. Əgər burada debata gəlmisənsə eləyərəm. Amma nəyə inandığım mənim məsələm deyil. Bəs nəyə görə Anaximandros yazmırsan? Anaximandros vardır yazmırsan və yaxud yoxdur yazmırsan? Tanrı məsələsi milli məsələdir axı. Anaximandros da mən də deyə bilərəm ki, Anaximandros belə bir ad da yoxdur, belə bir varlıq da yoxdur. Dönən də mənim üçün heç bir fərq olmayacaq axı. Yaxşı, sizə elə gəlmir ki, bu Allah yoxdur sözü yazmağın sizin Allaha olan ehtiyacınızı, sizin Allaha olan, Allahdan asılı olmağınızı və mən təəkkid edirəm, burada insanlar hər dəfə sizə dua edirlər. Yəni istər İslami dində olsun, istər İslami olmayaraq sizə dua edirlər, özləri də bilmədə və siz burada zikr edirsiniz, xeyir tapırsınız. Və mən çox düşünürəm ki, mən çox düşünürəm siz şeytandan mı alırsınız bu gücü, bu enerjini yoksa Allah'tan alırsınız? Bu kadar enerji nereden sizde? Şeyden. O size kalsın, tamam. Ben biraz fikirlerimi demək istəyirəm, yəni bu din barəsində. Mənə elə gəlir ki, yeni bir din gələcək. Çünkü Allah məsələsinə qalarsa, hər bir insanın qəlbində Allaha belə bir ağ bir nöqtə var. Yəni məsələn, hər gün səhər işə gedirsən və yaxud da yola çıxırsan, sabah Allahı xatırlayanda, dua edəndə və yaxud danışanda öz içindəki bir varlıq var. Onun adına bilmirəm siz nə deyirsiniz. Bəzi Allah deyir, bəzi başqa bir şey deyir. Hərə bir şey deyə bilər. Bilmirəm, təkəmmül də deyə bilərsiniz. Təkəmmüldən hər şey başlayıb, siz deyirsiniz. O təkəmmül özü nə hardan başladı? Yəni ən əsası olaraq mənim fikrim də budur ki, insanın içində bir dənə nəsə var. O varlığın adını deyə bilmirəm. Mən onu Allah desəm, sən bilirsən necə açıq söhbət eləsək, sən öz içində, qəlbində bilirsən ki, nəsə var o. Bilmirsən nədir o. O Allah yoxsa nədir? Mən onun adını bilmirəm. Çevik və çevikizm. Tamam. Sizi bilirsən, mən sizə baxıram, bu şeytan necə təkəbbürlü və savadlı idisə, sizi də elə görürəm. Yəni kusura baxmayın, mən həqiqəti demək zorundayım. Yaxşı eləyirsən, amma burada bir nüans var axı. Hansı nüans var? Şeytan sizin din adamlarınızdan bu qədər bilgili və yetərli ola bilirsə, deməli siz hələ heç nə bilməmisiniz. Aha, tamam.
şeytan mələklərə ibadət edir, mələklərə serjantlıq edirdi, belə bir dildə deyimdə. Serjantlara başkanlıq edirdi və savadı çox idi. Amma o nəyə görə Allahın lənətinə və yaxud insanlarla düşmanlığa başladı? Hardan başladı? O təkəbbürlükdən başladı. Yəni özünə o qədər uvere idi ki, o qədər belə çox yekəpərlik etməsindən, çox bilmişlik fikirləşdiyindən o sonunda beləncə oldu. Sonunda yəni şeytan oldu, iblis oldu. Yəni mən nə demək istəyirəm? Mənim deməyim odur ki, mən demirəm İslamı da tutmuram, ateizmi də tutmuram. Mən deyirəm ki, siz təkəbbürlük nə etməyin də. Məsələn, savadınız var, tamam. Amma siz elə düşünməyin ki, sizin qarşınıza biyoloji və kimya, fiziki, biyoloji fənləri yaxşı bilib sizə cavab verə bilməyən insanlar sizin qarşınıza acizdir. Siz yazmışsınız Allah yoxdur, bunun cavabını Allah sizə özü verəcək. Yəni O zaman sen niye gelmişsin bura? mən niyə gəlmişəm bura anlamadım. Ben Ha, cevap ben niye Allah'ın gelmişim? özü verecekse sen niye gelmişsin bura? Hə, mən indi mən o başlayam. Bu Allah temasını qoydum qırağa. Mən gəlmişəm ki, sizə deyim ki, bu yaxınlarda yeni bir din gələcək. O din sizin fikrinizi də İslamda olan insanların fikrini də geridə qoyacaq və çox insanlar onun yolu ilə gedəcək. Çünki İslama baxanda Quranda bəzi sözlər, bəzi ayələr düzgün gəlmir. Quranda elə bir bəli biz Quranı nazil etdik, qiyamət günü kimi onu qoruyacağıq deməsinə baxmayaraq, amma mənim fikrimdə Quranda dəyişikliklər olub. İkinci, sizə sözünüzə həmrəq olaraq deyirəm ki, məsələn ərəblər, farslar, bunu da mən istəmirəm. Niyə görə ərəblərin qoyduğu yolu ilə getməli, onların taktikası ilə getməli, ondan da mən razı deyiləm. Amma məsələ burasındadır ki, biz neçə illərdir qəlbimizdə bir şey var da, qəlbimizdə bir şey var. Yəni onunla biz onu unudanda biz normal olmuruq. Yəni ruhumuz deyirik. Mənim fikrimcə o ruhdur. Mənim fikrimcə o ruhdur. Sizin fikriniz nədir? Benim fikrimcə əzizim biyologiyadır, biyologiya. Bu tema tartışmalı temadır. Çünki hər şey deyəcəksiniz ki, hər şey təkəmmüldən əmələ gəlib. Təkəmmül hardan gəldi? Kimyasal reaksiyondan geldi. O kimyanı kim yarattı? Anlamıyorum. Kimyasal reaksiyonlar müdaxiləsiz belə baş verə bilən proseslərdədir. Gözəl insan. Olmazmı ki, mənim qardaşım, siz biraz biyolojiya oxuyasınız, ondan sonra biz bu söhbətə davam edək. Tamam, hansısa bir kitab önerin mənə oxuyayım. Harari'nin Sapiens kitabını oxu, orada biraz ondan başlasan yeterlidir. Hansı dildədir? İstediğin dilde. Azərbaycan dilində, fransız dilində var da yəni. Tabii ki. Bir dakika, ben onu not eləməliyəm. Bir dakika, siz onu söyleyin, ben onu yazım. Bir tane de söyler misiniz? Bir dakika. Al. O Sapiens. Yok, böyle tersavat görünür. Yani kamerada başka tür görünür. Anladım azım. Harari'nin Sapiens'i. Harari'nin Sapiens. Sapiens. Ha, Sapiens. Çok sağ olun Cevik kardeş. Benim fikrimce Allah size imanınızı artırsın. Çünkü savatlısınız ve yeni gelen dine belki de siz de onların içinde olabilirsiniz. Hazırlaşın, yeni din gelecek. Çok sağ olun, minnettarım. Həsrətən gözləyirəm. Bonsoir. Sağ olun. Bonsoir, au revoir. Ben Ay, səs nəsə deyirdi.
düşürtdüm. Əzizim, deyəcəyin söz vacib isə təkrar istəyət qoşaram. Vahid, buyur, xoş gəlmişsən. Vahid. Salam, sesim gəlir. Gəlir, gəlir, buyur. Səsim gəlmir. Gəlir, gəlir əzizim, buyur. Deməli, mən bəzi fikirlərim bayaqki o danışan qardaşdan uyğun gəlir, amma o yeni din gələcək məsələsi, yəni biraz özündən çıxartdığı məsələ idi. Mən elə fikirləşirəm. Yəni çünki Quranda yazılıbdır ki, axırıncı din şeydir, İslam dinidir. Mənim fikrimcə bu. Mənim özüm keçmişdə agnostizm dininə inanırdım. Əzizim, səsin qırla-qırla gəlir. Nə var olub, nə də var olmadığını elə ki, yəni tamamilə. Ay qardaşım, səsin qırla-qırla gəlir. Mən elə gəlir yoxsa... Biraz internet Başa düşdüm, əzizim, olmaz. Danışdığından heç bir şey başa düşmürük. Başa düşmədiyimizə görə də sənin də vaxtın yetməsin, bizim də. Onu düzəldib qoşulsan olar mı? Zəhmət olmasa onu düzəlt, sonra qoşul. Olar mı? Mən qardaşım. İnşallah bir dənə Furkan bəy deyin də o, görə Furkan bəyi ala bilərik. Bir dəfə ala bilmirik, bundan oynaya biləcəyik.